İspaniyada yaşayan tanınmış Azərbaycanlı idmançı Şamo Eyvazov döyüşdə növbəti qələbəsini qazanıb. 33 yaşlı Şamo Eyvazov İspaniyanın Torrelavega şəhərində keçirilən K1 idman növləri üzrə 67 kiloqram çəki dərəcəsində rəqibini məğlub edib. Həm yerlimiz Şamo Eyvazov bütün döyüşlərinə Azərbaycan bayrağı ilə çıxır. Vətəninə bağlı idmançımızı İspaniyada yaşayan soydaşlarımız tək buraxmayaraq qələbə sevincini birlikdə yaşayıblar. Qeyd edək ki, İspaniyada böyük maraq doğuran idmançımızın döyüşləri yerli mətbuatda da geniş işıqlandırılır. Məlumat üçün bildirir ki, Şamo Eyvazov 1992-ci ildə Neftçala rayonunun Qaçakət kəndində anadan olub. 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə İspaniyada yaşayır. 2018-ci ildə İspaniyada 70 kiloqram çəki dərəcəsində MMA üzrə İspaniya çempionu, bir dəfə K1 idman növü üzrə yarım qitə çempionu, 3 dəfə qaydasız döyüş üzrə İspaniya çempionu və 2 dəfə K1 idman növü üzrə Avropa çempionu olub. Hazırda İspaniyada fəaliyyət göstərən Qarabağ İdman Klubunun təsisçisi və prezidenti olan Şamo Eyvazovun 200-ə yaxın yetirməsi var ki, onlar da yarışlara Azərbaycan bayrağı ilə çıxır. İdmançımız Şamo Eyvazov bu günə qədər 73-dən çox döyüş keçirib ki, onun 70-i tam qələbə, 3-ü isə heç-heçə başa çatıb. Qeyd edək ki, idmançımız Şamo Eyvazov 44 günlük müharibə zamanı Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Fərid Əsgərovun bibisi oğludur.